Hərbi ki, arxada oturanda obru uşaqlar onu sıxacaqlar. Ən savadlı tələbə bəzən gözdən qaçır və həmin dərsə müəllimə görə sevgisi azalır. Robotics oyunu var ha. Onun üçün uşaqlara pis təsirin ki, oyun yox deyir. Salam, bugün Xəyyam müəllimlə, Seltin qurucu rəhbəri ilə ümumi bir podkast çəkəcəyik və insanları maraqlandıran təhsil sahəsində olan suallara maksimum şəkildə təcrübəmizdən istifadə edərək cavab verəcəyik. Buyurun. Ecman özü təqdim etməyəcəm, amma özü də təqdim edin də zəhmət olmasa. Mən Elgin Kərimov, Sel şirkətində 16 ildən çoxdur ki, xarici təhsil sahəsində rəhbərəm. Tələbələrin konsultasiyası, plan qurması, gələcəyi, karyerası, bunlar üzərində tələbələrimizlə işləyirik. Xəyyam müəllimdə ümumi tələbələrin həm tərbiyəsi, davranışı, həm də gələcəkdə onların Azərbaycan üçün gözəl bir insan kimi yetişməsində öz tövsiyələrini verir. Təşəkkürlər. Buyurun. Bugünkü mövzularımızdan birinci sual, tələbə gələcəyini planlamağa hardan başlamalıdır? Tələbə birinci planlamanı hardan başlamalıdır? İlk öncə valideyn olaraq, yəni valideyn birinci məcburiyyətlə maraqlanmalıdır bir, nə planlamalı qurur övladı üçün və bu proses mənə görə hardasa bir 6-cı sinifdən, 13 yaşdan, 12 yaşdan ən azı başlanmalıdır. Niyə görə? Çünki əgər biz beynəlxalq səviyyədə təhsil düşünürüksə və dünyanın tanınmış universitetlərində təhsil almasını düşünürüksə övladımızın və dünyanın ilk 100-lüyünə düşmək istəyiriksə, bunun üçün 1-2 il kifayət deyil. Yəni düşünün ki, ancaq ingilis dilini öyrənmək üçün azı uşağa bir ana dili səviyyəsində bilmək üçün 2 il vaxt lazımdır. Və bundan da sonra hələ akademik fənlər var, bunların üzərində işləmək lazımdır. O baxımdan bunu ən azı bir 4 il vaxt gedir. Və 5-6-cı sinifdən artıq müraciətlər başlamalıdır ki, biz bu planlamanı qura bilək. 9, 10 və 11-ci sinif şagirdləri üçün doğru təhsil yol xəritəsi necə qurulmalıdır? Yəni 9, 10, 11-ci sinif uşaqları üçün o qədər də getək ki, dərindən də o tam belə istədiyimiz dünyanın tanınmış universitetlərinə axı zamanımız az qalır. Amma əlbəttə ki, asılı ki, tələbənin yaxınlaşadan akademik biliklərindən. Əgər akademik bilikləri artıq tam ingilis dilisi tam C2 səviyyədədirsə, riyaziyyatı ən yüksək səviyyədədirsə, getək ki 9 buraxılışdan riyaziyyatdan bir 100-dən 85 yığıbsa, əlbəttə ki, həmin bu tələbə getək ki A-level kimi proqramlara, sonra OSD kimi proqramlara, IB kimi proqramlara da başlaya bilər və bu proqramlarla da dünyanın tanınmış universitetlərinə gedib təhsil ala bilər. İndi Elgin mənim də bu ilə bağlı öz rəyi var, əlbəttə ki, söyləyə bilər. Bəli. Yəni 9-da və ya 10-da başlayan tələbənin profili tam fərqlidir və bizə gəldiyi zaman onun fundamental biliyi nə qədərdir, təhsili nə qədərdir, nəyi bilir, nəyi bilmir, bunlar çox önəmlidir. Amma tələbə 5-ci, 6-cı sinifdən əgər bizə qoşulursa, bizim proqramlarla başlayırsa, biz onun fundamentalından tutmuş axırıncı səviyyəsinə qədər yetişdirmə planı qururuq və onun əsasında daha çox iş görə bilirik. Amma tələbə 9-dan əgər zəif gəlirsə, onun bütün fokusu gedir daha çox ingilislə hazırlaşmasına, müəyyən qədər riyaziyyatın inkişafına və müəyyən proqramlara qoşulub istədiyi profilinə uyğun universitet seçməsinə. Amma əgər tələbə daha hazırlıqlı gəlirsə, hansısa beynəlxalq və ya xaricdə orta məktəb oxuyubsa, ondan sonra bizə transfer olursa və ya Azərbaycanda hansısa güclü məktəblərdən transfer gəlirsə, onda bizim üçün tələbəni daha güclü profillə qurmaq daha yaxşıdır. Əsas məsələ odur ki, tələbə gələndə onun profili necədir, bacarıqları hardadır və biz onun üçün nə eləyə bilərik. Amma bunlar üçün bizim analiz sistemimiz var. Tələbə gəldiyində bizim bir proqram var. Biz həmin proqram əsasında tələbənin analiz qabiliyyətini yoxlayırıq ki, nəyi var, nəyi yoxdur, nə edə bilər və biz tələbəni nəyə yetişdirə bilərik. Bunun əsasında bir profil hazırlanır. Həmin profil əsasında tələbənin roadmap-i, təhsil planı hazırlanır və valideynlə birgə həmin təhsil planı üzərində işlənilir. Yəni bu illərdə gələn tələbələrin bacarıqlarına görə həm ən güclü universitetə gedə bilər, həm orta universitetə gedə bilər, həm ən adi universitetlərə gedə bilər. Bu tamamilə tələbənin gəldikdə nə qədər hazırlıqlı olmasından çox-çox asılı olan bir məsələdir və bu dərin bir analizdən keçdikdən sonra tam şəkildə bir ətraflı məlumat verildikdən sonra valideynlə işlənə biləcək bir prosesdir. Amma sadəcə bir problemlər olur ki, biz görüşü ilə çox vaxtda biz görüşü, yəni valideyn uşaq da qərar verir, amma bunlar qərarları belə gəlib 9-cu sinifdən sonra başlayır bu proses. 9-cu sinifdə də görür, buraxılışdan gəlib yığılıb uşaq 120 bal, 130 bal.
və həm bu 120-130 balla da gəlirlər ki, bizim üçün yəni dünyanın ilk 100-ndə olan universitetlərə qəbul olaq, orada gedək təhsil alaq. Və biz burada görürük ki, uşağın tək akademik biliyindən başqa da bunun təlim tərbiyəsində böyük bir problemlər olur, disiplində böyük problemlər var. Və 9-a qədər artıq bunun üzərində əgər işlənilməyibsə, son uşağı doğrudan da o dövrdə dəyişmək çox çətindir. Və mən düşünürəm ki, o baxımdan yenə qalıram orada ki, 6-7-ci sinifdən bu işin üstünə düşmək daha yaxşıdır ki, çünki öncə uşağı disiplinə öyrəşdirmək lazım. Çünki disiplin olmayan yerdə uşaqları təhsilə yönəltmək olmur. Bəli, sizinlə razıyam. Çünki tələbə alışmadığı bir şeyə 1 ilə, 2 ilə alışıb tamamlaya bilmir. Tələbənin əslində alışması üçün bir neçə zaman keçir. Tələbə əvvəl onu qəbul eləmir, ondan sonra öyrəşir. Öyrəşdikdən sonra ona çətinlik əslində asan gəlir. Çətinlik ona asan gələndə o əslində onu eləmək onun üçün çox da problem olmur. Amma tələbə 9-cu sinifdə, 10-cu sinifdə gələndə biz onu çətinlikləri ona asanlaşdıranda kimi artıq məktəb bitir. Ondan sonra harasa getməli olur və universitetdə bu prosesi davam eləməli olur. Amma ən əsas məsələ odur ki, tələbə gələndə ya çox hazırlıqlı, disiplinli olmalıdır, ya da ki 6-cı, 5-ci sinifdən bu prosesə başlamalıdır ki, biz ona disiplini, sistemi, davranışı və təhsildə daha çox uğur qazanmağı öyrədə bilək və ondan sonra uğurlarının sayı o qədər artsın ki, o dünyanın ən güclü universitetlərinə keçid eləyə bilsin. Belə ümumiyyətlə biz həmişə düşünürük ki, hər şeydə bir inkişaf eləyək, özümüzdə bir dəyişiklik eləyək, zamanəyə görə bir hərəkət eləyək. Amma artıq biz başa düşməliyik ki, 9-cu sinifdən sonra gəldim, ingilis dilini öyrəndim, bir dənə IELTS aldım və IELTS-la getdim, Şərqi Avropada təhsil aldım, Dubayda getdim, təhsil aldım. Bu bir yatırım deyil. Bu evladlarımızın xaricdə gedib o zamanlarını keçirmələrinə dəyməz. Yəni ondan sonra Azərbaycanda gedib təhsil almaq daha uyğun sayılır. Mən bunu həmişə valideynlərə deyirəm. Çünki biz başa düşməliyik ki, sadəcə bir IELTS-la, əgər universitetdə sadəcə bir IELTS-la qəbul edirlərsə, deməli bura hər bir tələbə yeyib düşə bilir. Sadəcə ingilis dilini bilirsə, yəni. Bu düşünün ki, kimsə qabaqlar Azərbaycanda rus sektorunda oxuyur, bizdə rusca danışır və bir dənə rusca danışmağına görə istənilən universitetə qəbul olub oxuya bilir. İngiliscə də eynisidir, yəni. A-level sistemi nədir və adi məktəb proqramından nə ilə fərqlənir? A-level sistemi nədir və adi məktəb proqramından nə ilə fərqlənir? Bizim məktəblərdə, yəni A-level özü də əslində yəni məktəb proqramıdır. Məktəblərdə keçilir, amma deyək ki, o sayılır high school diplomu, high school deyək ki, ali məktəb dərəcəsi kimi sayılır. Bizdə məktəblərdə götürürük, keçirik adi bünövrə fənləri. Bünövrə fənlərdən sonra biz uşaq üçün seçirik ixtisas. A-level'da artıq biz ixtisas seçirik və 2 ildə ixtisas oxuyur uşaq və həmin o ixtisasdan ballar toplayır. Bu da niyə görə lazım olur? Çünki Avropa Birliyində, Qərbi Avropada, Böyük Britaniyadır, Kanadadır, ABŞ-dır. Bunlarda universitetə qəbul edəndə tələbəni, mən sizə deyəm, yəni o reytinq universitetlərdən biz danışırıq sizinlə. Onlar həmişə tələblərində var ki, əgər sən gəlib məndə biznes ixtisasını oxumaq istəyirsənsə, mənə sənəd göstər ki, sən 2 il biznesdə nə qiymətlər almısan. Əgər birbaşa biz bakalavra qəbul olmaq istəyiriksə və ya sən gəlib tibb oxumaq istəyirsənsə, 2 il sən tibb oxumusan. Bunu mənə sənədini göstər. Yəni, biz isə buradan düşünürük ki, olimpiyadada iştirak etmək lazımdır və ya IELTS lazımdır və ya SAT lazımdır, TOEFL lazımdır. Amma əsl olan tələblərini biz yerinə yetirmirik. A-level həmin o tələbdir. Əgər A-level diplomu varsa və A-level'dan tələbə yüksək bal toplayıbsa, bundan öncə sağladığım sertifikatdan heç biri lazım deyil. Çünki A-level olan əsas tələbədir. Biz göstəririk ki, tələbə artıq həmən ixtisası oxuyub və həmən o ixtisasdan ən yüksək balları toplayıb və ya orta bal toplayıb. Əlbəttə ki, ən yüksək bal toplayanda ən yüksək reytinq universitetlərə gedir, orta bal toplayanda orta universitetlərə gedir və hətta aşağı bal toplayanda Azərbaycan universitetlərinə də birbaşa qəbul ola bilir. Hətta DİM imtahanlarında iştirak etmədən belə A-level diplomu bu mümkündür. Bu proqram tələbəni universitet həyatına necə hazırlayır Elgün bəy? İlk öncə məlumat verim ki, A-level İngiltərə məktəb sisteminin son 2 ilidir. Yəni ondan öncəki illər də var, amma bu son 2 ilin diplom proqramıdır. Yəni tələbə o sistemi tam oxuduqdan sonra son 2 ildə o imtahanları verir və ondan sonra diplom alır, universitetə qəbul olur. Tələbə A-level proqramını oxuyanda ilk növbədə, yəni A-level proqramı bir bilik diplomudur. Yəni tələbə orada oxuyur, bilik alır. Yəni SAT kimi bacarıq bir testi deyil. Tamamilə bilik əsasında olan bir imtahandır. Onu aldıqdan sonra İngiltərənin, Avropanın
və digər güclü universitetlərin qəbul olma şansını artırır. Yəni A-level-da misal üçün ən yaxşı qiymət alan tələbələr ən top universitetlərə gedə bilir. Çünki onların qiymətləri həmin sahə üzrə onların ən güclü bacarığı və biliyi olduğunu göstərir. Çünki orada A-level-da nə qədər imtahan yoxlama olsa da bacarıq, bilik, analiz, düşünmə tərzi və bunlar da yoxlanılır. Yəni A-level proqramına hazırlaşan, oradan yaxşı qiymət alan tələbə sözsüz ki, çox yaxşı tələbədir və dünyanın ən top 10 universitetində, 20 universitetində oxuya biləcək səviyyədədir. A-level üçün təbii ki, ilk öncə yoxlama, hazırlaşmaq və ondan sonra yaxşı qiymətlərlə bitirmək lazımdır. Sırf A-level proqramına başlamaq üçün ən azı 9-cu və mümkün olduğu qədər 8-ci sinifdən başlamaq lazımdır ki, müəyyən qədər foundation hazırlığı olur, ondan sonra A-level proqramına keçid olur. Çünki A-level proqramına birbaşa gedən tələbə mütləq A-level-dan öncəki IGSC dediyimiz orta məktəb proqramını, İngiltərə orta məktəb proqramını bitirmiş olmalıdır ki, onu A-level proqramına başlada bilər. Çünki onlar bir-birindən çox asılıdır. Fundamental olaraq, sistem olaraq, imtahan biliyi olaraq və öncəki biliklər əsasında növbəti biliklərin davamı olaraq çox önəmlidir ki, o proqramdan başladaq və ona görə A-level hazırlaşıb, yaxşı qiymətlər alıb dünyanın ən güclü universitetinə gedə bilsin. Valideyn uşağın həyatında daha çox nəyə diqqət etməlidir? Öcümən, siz nəyə görə diqqət etməlidir daha çox? Valideyn əslində bir çox faktorları nəzərə almalıdır. Yəni həm təhsil baxımından, həm davranış baxımından. Çünki valideyn biz yəni uşaqları ilk yaşlarından görmürük, daha çox valideynlə vaxt keçirirlər. Yəni biz təhsil proqramına başlayanda daha çox olur 5-ci sinif, 6-cı sinif, 7-ci sinif və s. Yəni bu yaşlarda biz valideyn, o vaxta kimi valideyn daha çox rol oynayır. Ondan sonra təhsil planlaması gələndə, yəni valideyn ona nə öyrədibsə, davranış olaraq, disiplin olaraq onları biz alıb üstünə də əlavələr eləyib davam eləyirik. Yəni bu nöqtədə valideynin rolu çox önəmlidir ki, o vaxta kimi tələbəni təhsilə daha çox sevdirə bilsin və biz o sevgini də artırıb davam elətdirə bilək. Amma ondan sonrası məncə siz daha yaxşı cavab verirsiniz. Əslində burada bəzi şeylərdə mən sizdən razı deyiləm. Nədən razı deyiləm? Çünki biz indi tək siz deyilsiniz. Çox yerdə eşidirik ki, təhsil müəssisələrinin rəhbərləri də hər şeyi valideyn üzərinə qoyurlar. Amma biz də başa düşməliyik ki, biz də təhsil adamları, təhsil işçiləriyik. Bizim də işimiz uşaqların həm təhsili ilə, təlim-tərbiyəsi ilə, eyni zamanda disiplini ilə məşğul olmalıdır. Və əlbəttə ki, 6 yaşına qədər uşaq bizi ilə çox zaman keçirir, bəli, yəni mən demək ki, ailədə. Amma 6 yaşından sonra uşaqlar məktəbə gedir artıq və məktəbdə zamanın çox zaman məktəbdə keçirirlər. Əgər məktəbdə gün ərzində 8 saat vaxt keçirirsə, valideynlə yarım saat, 1 saat vaxt keçirir. Və nəzərə alsaq ki, yəni indiki dövrdə ailədə qadınlar da işləyir, kişilər də işləyirlərsə, doğrudan da hamı işdən belə daha yorğun gəlir və uşaqla da o qədər də məşğul olmağa zamanları qalmır, yorğun olurlar. İşin stresi bir tərəfdən və iki tərəfli stressdən və həmin bu stresi də istər-istəməz uşaq da gəlir bir sual verəndə hövsələ olmur, danışmırlar, eləmirlər. Bu da öz tərəfindən gözünü göstərir. Və niyə qayıdıram ki, yəni onu qayıdıram ki, məktəbin üzərinə bu yükün düşən daha çoxdur. Yəni əgər məktəb səhər saat 8-dən başlayır və saat 5-də bitirsə, bu artıq tək məktəb deyil. Bu həm də bir ailədir və məktəb əsl eyni sistemli uşaqlar yetişdirməlidir. Məktəb bəhanə eləməli deyil ki, bu filan ailədən gəlir, bunun atası pisdir, bunun anası pisdir. Ümumiyyətlə, bu yol verməzdir ki, məktəbin içində valideynlərin qeybəti geçsin, müəllimlər arasında valideynlərin qeybəti geçsin. Hər bir uşağın fərqli valideyni ola bilər. Ancaq bu məktəbdə danışıq predmeti olmalı deyil. Uşağın ətrafdakı o biri uşaqlar onun valideynləri haqqında bir məlumatda olmalı deyirlər. Bu gələcək onun həyatına təsir edə bilər. Bu baxımdan, yəni məktəbin içində yeni deyim ki, məktəb özü həm də bir ailədir. Və həmin o məktəbdən çıxmış uşaq da görsənir ki, bu məktəbin keçib və görsənir ki, oranın təlim-tərbiyəsini alıb, oranın disiplinini alıb. Buna bir nümunə olaraq başqa bir səbəb deyə bilərəm. Bizim dövrümüzdə belə bir şey var idi. Bu ümumiyyətlə Hindipsatda çox mövzular var belə. Bir ailədir, ata professordur, ana professordur, 3 uşaqdır. 3 uşaqdan ikisi çox yaxşı uşaq çıxır, ideal, biri istədiyimiz nəticəni vermir. Bizim dildə desək, xərab uşaq çıxır.
Deyirlər ki, ay əmisini oxşadı, dayısını oxşadı və ya bibisini oxşadı. Bu mövzular var da. Amma əslində səbəb o uşağın sinifi pis olub. Onun ətrafı pis olub. O uşağı məktəb koruyub. Orada tam məsuliyyət məktəbin üzərinə düşür. Məktəb o uşağı qorumayıb, məktəb o uşağı koruyub. Mən onu deyərəm. Çünki bunun ailəsi yaxşı ailədir. Ailənin üstünə atılası bir şey deyil. Burada genetikanın da heç bir rol oynamır. Və biz onu da görmüşük göz həyatımızda. Elə ailə o qədər də yaxşı istədiyimiz ailə deyil, valideynlər deyil, amma uşaq ideal uşaqdır. Nə oldu bəs? Onda o uşaq da pis olaydı da. Amma orada biz görürük ki, o uşağın həyatında məktəb böyük rol oynayıb. Məktəb onu elə yetişdirib. İndiki zamanda ChatGPT və daha ayrı süni intellektlər üzə çıxıb. Onlarla mübarizə haqqında nə düşünürsünüz? Deməli, mən danışım da sizin üçün narahat olun. Deməli, ChatGPT ilə bağlı bizdə deyir ki, mübarizə aparmaq lazım deyil. Yəni, bu, əgər bugünkü dövlət müəssisələrində, qeyd sahibkarlar, karəsən bir mövzu yazmaq istəyirlərsə, bu AI-dən və ChatGPT-dən istifadə edirlərsə, əgər atalar bunu istifadə edirsə, analar bunu istifadə edirsə, uşağa niyə olmaz? Burada sual çıxır. Uşaq deyəcək, ay ata, sən bunu istifadə edirsən, sənə olan mənə niyə olmaz? Uşaq həmişə bu sualı verir axı. Və bir ata özü siqaret çəkir və sonra görür ki, evladı 15 yaşında siqaret çəkir. Deyir, çəkməkdən pisdir. Mən hər bir uşaq üçün deyərdim ki, onun atası idealdır. Və əgər onun atası çəkirsə, onu deyəndə ki, sən çəkməkdən sənə olmaz, o ona inanmaq istəmir. Çünki onun atası çəkir axı. Və deyir ki, mən də çəkəcəm. Çünki mən də atama oxşamaq istəyirəm. O baxımdan əgər biz bizim evladımız siqareti atsın, birinci biz özümüz atmalıyıq. Ona nümunə göstərməliyik. Onda hərbəti yoldadır və içkini istəyirik. Bizim evladımız içki qurşanı olmasın və ya narkotik vasitələrdən olmasın. Yəni istifadəçisi olmasın. Birinci özümüz onu istifadə etməli deyilik. Özümüz onu buraxmalıyıq. Və hansı cəmiyyətdə varsa o, biz bəzi valideynlər deyir, yox, qoy getsin, biraz da bəlkiyər, həmin cəmiyyətdə olsun. Xeyr, bu da düzgün deyil. O cəmiyyətə gedib onun təsirinə düşəcək. Mən həmişə deyirəm ki, 90-cı illərə qədər xanımlar şalvar giyinəni biz baxırdıq. Amma indi mənim də fikrim deyir ki, mən normal baxıram. Amma qabaqlar 90-cı illərə kimi heç kim şalvar giyinmirdi. Ona pis baxırdı. Amma bizim görürsünüz, baxış bucağımız dəyişdi. Və biz hiss eləmədən bizim baxış bucaqlarımız dəyişə bilər. Bir xanım qız ola bilər, onun üçün ola bilər içki pisdir. Deyir, indi pis baxırken içki içmək pisdir və siqaret çəkmək pisdir. Amma o bir cəmiyyətdə yaşaya bilər, bir 5 il ərzində. Orada hamı siqaret çəkir, orada hamı içki içir. Onda deyəcək ki, yox, mənim atam anam anormal idi. Mən gələk içki də içim, siqaret də çəkim, onda mən normal olacağam, onlar olacaq anormal. Və o həmin ki, həmin o cəmiyyətə uyğunlaşmalıdır. Siqaret də çəkir, içkisi də içir. Bu baxımdan biz insanıq olaraq, yəni həmişə daha çox cəmiyyətə uyğunlaşmağa sevirik. Çünki biz başqa cür İngiliscədə survive ola bilməliyik, sağ qala bilməliyik. Yolu yoxdur bunun başqa. Və hər birimiz dəliyik, yəni tək bu uşaq deyil. Bu baxımdan biz bayaqlar bir mövzu var ki, uşaqları necə qoruyaq, uşaqları qorumaq üçün valideyn əsasən qıraqdan həmişə müşahidə aparmalıdır. Uşağa tək öz evladı kimi baxmalı deyil. Bəzən öz evladımızı bir qıraq, qonşu evladı kimi də baxmaq lazımdır. Qıraqdan baxın ki, bunun hansı əməlləri düzgün, səhvdir, bunu daha yaxşı hara yönəlsə, daha yaxşı olardı. Yəni, bullying məsələsindən danışırlar. Bizdə düşünürük ki, bullying odur ki, tuturlar uşağı ancaq döydülər. Xeyr, bir dənə döyməklə bullying olmur. Yəni, psixoloji bullying var bunun üçün. Yəni, əsasən qızlar arasında bu çoxdur. Yəni, düşünün ki, bir xanım özü bir anadırsa, ana bir cəmiyyətə gedir və o cəmiyyətdə orada gəlib oturan kimi burada 2 nəfər arxasında danışır, deyir, gülür. Orada arxasında 2 nəfər danışır, gülür. Bir söz atırlar. Amma bu sübut edilmiş ki, ona söz atırlar. Və hər gün 5-6 saat bu müddətdir. Yəni, hansı ana və ya ata həmin o cəmiyyətdə dözüb qalacaq. Həmin gözləri getməyəcəklər. Amma uşaq deyir, yox, sən getməlisən, bu məktəbdir. Burada sən vaxtı keçirməzsə oxumalısan. Yəni, siz onun normal cəmiyyətin içində deyil orada. Yəni, əgər sizin evladınız orada sıxırlarsa, məncə evladınızı o məktəbdən çıxarmalısınız. Təcili və baxmaq lazımdır ki, bu uşaq artıq özünü orada komfortlu hiss eləmirsə, uşaq yaşlarından artıq gəlir elə fikirli oturursa və dırnaqlarını yeyirsə və görür ki, əlləri əsirsə, əlləri soyuqdursa, bunlar hansı həmin o simptomlardır. O simptomlar ki, bu insan məktəbdə əsəb keçirir, böyük stresslər keçirir və biz də valideyn kimi bunu görməliyik. Çünki o uşaq öz ayağı ilə məktəbə getmir. Biz onları aparırıq, məcburi biz onları aparırıq və həmin o qapıdan keçiririk, sən burada olmalısan, oxumalısan. Və oğlan uşağı, o mütləq deyil ki, yəni, oğlan uşağı məktəbdə döyəcəklər. Xeyr, hələ oğlan uşağı da eynisi. Ola bilər, əlaçıdır, çox yaxşı oxuyan uşaqdır. Və biz həmişə görmüşük ki, məktəbimizdə bizi ilə əlaçılar fiziki o qədər güclü uşaqlar olmurdu. Yəni, fiziki bir zəif uşaqlar olur. Amma o uşaqlar bugünkü təsirlər olsun ki, məktəblərdə məktəb qorumur, müəllimələr qorumur.
Yəni hansı ki uşaq bir şuluqluq salır, onu qoyurlar ön partağın arxasına. Müəllim onunla oturub işləyir. Bilmirəm hansı başqa səbəblərə də görə deyə bilmərəm. Amma o yaxşı oxuyan uşağın, çalışqan uşağı, biraz fiziki zəif uşağı, amma əlaçıdır o. Onu qoyurlar arxada otur. Hərbəki o arxada oturanda o biri uşaqlar onu sıxacaqlar. Çünki onlar onu istəmirlər, onun lider olmağını. Onlar özləri lider olmaq istəyirlər. Və həmin uşaq başlayır bullying olmağa və biz bugünkü gün daha çox görürük ki, həmin o əlaçı ola bilən uşaqlar məktəblərdə bullyingə məruz qalırlar. Amma götürək ki, qabaqki dövrlərdə o uşaqlar deyil. Qabaqki dövrlərdə bullyingə məruz qalan o 2 ilə oxuyanlar idi. Onu həm məktəb, həm müdiriyyət, həm götürək ki, başqa bir qurumlar məktəbi daha çox sıxırdılar. Boğurdular ki, sən oxumalısan, disiplinli olmalısan. Amma biz onu görmürük. Bu da cəmiyyətdə böyük bir problem yaradır, təhsillə bağlı. Mən də ona əlavə edeyim ki, yəni tələbə məktəbdə oxuyanda daha çox əlaçı uşaqlar, onlar daha çox sakit olur. Çox da belə özünü irəli atan, göstərən, ya da ki, deyir, mən hər şey bilirəm, niyə hər şeyə cavab verməliyəm? Tələbə və ya şagird çox olanda müəllimin yadından çıxır ki, o uşaqla maraqlanmaq lazımdır. Bəzən elə məktəblərdə var ki, 40-45 tələbə sayı olur, şagird sayı olur. Yəni bu halda əslində məktəbin bir siyasəti olmalıdır ki, hər uşaqla necə maraqlanmalıdır. Yəni şagird sayı çox olsa da, bəlkə hər gün yox, həftədə ən azından hər şagirdə bir qaldırmalı, sual soruşmalı. Yəni o da özünü bir dəyərli hiss etməlidir. Bəzən şagirdlərdə belə bir şey olur ki, oxuyur, görür ki, müəllim ona heç bir reaksiya vermir, oxuyur, görür, reaksiya vermir, sonra yenə reaksiya gəlmir. Bir ara fikirləşir, ümumiyyətlə mənim bu fəni oxumağımın nə mənası var? Bu fəni müəllim özüm mənə oxutdurmaq, məndən dinləmək istəmirsə, yəni sadəcə sinifi sakit saxlayıb dərsi yola vermək istəyirsə, ümumiyyətlə mən bu fəni niyə oxumalıyam? Bəlkə də həmin tələbənin ən sevdiyi fəndir, gələcəkdə bəlkə də ən böyük karyerası olacaq, ən böyük inkişafı olacaq, amma ən savadlı tələbə bəzən gözdən qaçır və həmin dərsə müəllimə görə sevgisi azalır, oxumur, amma 15-20 il keçəndən sonra fikirləşir ki, kaş o müəllim yaxşı olaydı, mənə biraz o sevgini verər ki, mən o fəni oxuyaydım, əslində mənim sevdiyim fən o idi. Yəni bu boşluqlar olur, əslində biz çox parlaq olan tələbələri bəzən gözdən qaçırıb ortaya çıxarda bilmirik. Bu da məktəbdə olan müəyyən problemlərdir ki, onu əslində elə bir siyasət olmalıdır ki, əlaçı tələbələr və ya sakit olan tələbələrlə həmişə maraqlanmaq ekstra bir diqqət tələb eləyir ki, yəni zaten aktiv olan tələbə hər gün sual verirsiniz, onu görürsünüz, yəni avtomatik siz ona reaksiya verirsiniz. Amma əsl məsələ daha parlaq, amma sakit olan tələbələrdədir ki, onları biz görmürük, bəzən gözdən qaçır, illər keçir və ya valideyn fikirləşir ki, onsuz da mənim evladım oxuyur, orada bir problem yoxdur, mən niyə buna ekstra nəsə ayırmalıyam? Bəzən ən güclü olimpiyadaçılar belə o tələbələrdən çıxır. Yəni məncə məktəbdə bu problem də var. Bu problemin diqqətsizliyi bəzən çox zaman aradan qalxır. Amma siniflər kiçik olanda, daha fokuslu olanda, daha fikir daha 3, 4, 5, 7 tələbənin üzərində fokuslananda onda daha effektiv olur. Çünki tələbənin yaddan çıxma şansı azalır. İngiltərədə ona görə əslində çox-çox güclü butik məktəblər var. Onların adları butik olsa da orada 100-150 tələbə maksimum olur, amma ən güclü tələbələr oradan çıxır. Çünki orada fokus tamamilə tələbələrin bütün davranışları, bacarıqlarının ortaya çıxması və onların həmin bacarığına görə yetişdirilib daha yüksək səviyyələrə gətirilməsi üçün xüsusi proqram hazırlayırlar. Və o proqramın effekti də odur ki, onlar ancaq 100 tələbəyə xidmət edə bilir. Yəni onlar 500 tələbəni yetişdirə bilməz. O da sırf 100 tələbəni yetişdirirlər. Belə məktəblər İsveçrədə də var, İngiltərədə də var, Amerikada da var. Yəni onlar sırf o fokuslu məktəblərdə və onlar adı daha çox butik məktəblər gedir. Butik amma sırf xüsusi bacarığı üzrə ixtisaslaşmış tələbələr və xüsusi insanların yetişdirilməsi üçün ixtisaslaşmış məktəblərdir. Məncə onların effekti çoxdur. O barədə sizin fikirlər nədir? Mənə görə bax, ümumiyyətlə indiki biz elə bir dövrə gəlmişik ki, böyük sinifdə tam təhsil almaqdansa mən evdə də oturub özüm oxuya bilərdim. Əslində yəni belə bir məsələdir. Diqqətək ki, bugünkü mən gəlib sinifdə bir heç bilmirəm 40 nəfər, 20 nəfər varsa sinifimdə, orada müəllim durub dərsi izah edir. Hamı da bilir ki, bugünkü vəziyyət nədir? Müəllim o 20 nəfər izah edəndə dərsi səs-küy də o sinifdə və həmin səs-küyün içində müəllimi də tam başa düşə bilmirəm. Ümumiyyətlə ki, müəllim o fəni düzgün izah edir, yoxsa yox, bu da sual altındadır. Çünki çox məktəblər beynəlxalq sistemi keçiblər, amma müəllimlər o beynəlxalq sistem üzrə tədrisin treninqindən keçməyiblər
Bu da var və ona görə necə düzgün tədris yoxsa bu da sual altında yediyim. Ondan sonra mən həmin kitabları ala bilərəm. Evdə də dediyim kimi açıb YouTube-dan bütün o mövzulara qulaq asa bilərəm. Əgər evdə oxumaq istəyirəmsə. Həmin bir məsələ müəllimə bir dəfə qulaq asım, YouTube-da mövzuya 5 dəfə qulaq asa bilərəm. Ondan sonra özüm oturub misalları həll edə bilərəm. Hansı misalları həll edə bilmədim, ChatGPT-dən soruşa bilərəm. ChatGPT də mənim evdə bir şəxsi müəllimimdir. Ondan soruşa bilərəm. Hələ bu günə də irəliyə gedə bilərəm, yəni yeri gəlsə. Ona görə 20 nəfər sinifdə bugünkü gün indiki dövr üçün mənə görə lazımsız bir şeydir, yəni. Amma əgər tam siz qeyd etdiyiniz kimi butik stil düşünürüksə, bəli, bu daha keyfiyyətlidir indiki dövrdə. Maksimum 5 nəfərlik sinif olmalıdır. 5 nəfərlik sinifdə müəllim sinifi idarə edə bilir. Və biz yenə ki, biz buradan deyirik ki, bu olmaz, amma sonra deyirik ki, yaxşı təhsil ver. Müəllim əgər sinifdə disiplin yoxsa seçki yuvası necə dərs keçsin? O da keçə bilmir onu. O baxımdan, amma balaca sinifləri doğrudan şiddət olmadan, təhqir olmadan, qışqırmadan idarə etmək çox rahat olur. Və orada şagird özü başa düşür ki, məndən bugün dərs soruşacaqlar, hər gün məndən soruşacaqlar. Onu daha məsuliyyətli deyir ki, hər dərsə hazırlaşsın. Bundan başqa, balaca siniflər olanda hər bir diqqətli ki, 3 dərsdən biri və 5 dərsdən bir imtahan sistemi qurmaq olur. Bütün uşaqları imtahan eləmək olur. Müəllimin üzərində məsuliyyət olur. Bir ki, onun uşaqlarından imtahan götürəcəklər. Amma düşünün, müəllimin 20 nəfərlik sinifi varsa, müəllim necə qaranti versin ki, 20-si də mən öyrədəcəm. 20-si də öyrənəcək. Əlbəttə, 20 nəfərlik sinifin içində 3-4 nəfər onun fənini öyrənəcək, o imtahandan keçə biləcək. Qanunlar realistik görsənmir, hamısı keçsin. Bu mümkün də deyil. Amma 5 nəfərlik sinifdə bu mümkündür. 5 nəfərlik sinifdə doğrudan da 5-dən 5-in imtahandan keçə bilir. Ona görə ki, mən qeyd etdiyim kimi, butik məktəblər bugünkü gün daha insanlara uyğundur, uşaqlara uyğundur. Və mən də deyərdim ki, əgər təhsil istəyirsə, bu stilə keçin. Amma 20 nəfərlik sinifdə, 40 nəfərlik sinifə qoymağın bir dənə yolu odur ki, yəni ki, valideynlər işlədikləri üçün uşağı bir yeri qoymaq lazım, təlim-tərbiyə üçün. Onda həmin məktəbi qoymaq olar. Sırf çünki valideynin zamanı yoxdur uşaqla məşğul olmağa. Amma onda həmin məktəblər də zəhmət olmasa, başa düşməlidirlər ki, biz təhsili də lap yüksək səviyyədə verə bilmiriksə, heç olmasa təlim-tərbiyə veririk. Biz vətəndaş yetişdiririk. Yəni, Azərbaycan üçün vətəndaşlar yetişdirməliyik ki, hansılarla ki, biz qırağa çıxanda fəxr etməliyik onlarla. Onlarla biz rahat kontakt yaratmalıyıq. Tamam, əgər biz danışırıqsa, mən bayaq etdim 2000-ci ildə, əgər biz danışanda həmişə valideynlərimiz tərəfindən 70-ci illəri tərifləyirlərsə, bu nəyə görə tərifləyirlər? Çünki 70-ci ildə hamı eyni təhsil almışdı, eyni təlim-tərbiyə almışdı. O gün insanlar bir-birinə çox rahat dil tapırdı. İndi fərqli təhsil sistemidir, fərqli təlim-tərbiyədir. O gün insanlar bir-birinə dil tapa bilmir, ona görə aqressiya var. Ona görə görürsünüz ki, bir taksi şoförü o bir taksi şoförünə dil tapa bilmirlər, bir-birini başa düşmürlər. Adi vətəndaş bir-birini başa düşə bilmir, öz fikrini düzgün izah eləmir. Çünki ən azından, yəni biz indi mənlə birlikdə, yəni ingilislərdə ən minimum sistemi IELTS sistemi var da, orada struktur var. Hansı formada yazı yazmalısan, hansı formada danışmalısan və hansı formada sənin danışdığını başa düşməlisən. Bunun strukturu var. Bizdə təəssüflü olsa ana dilimizdə bu struktur yoxdur. Bu strukturu qurulmuyub ki, insanlar bu strukturla öyrənsinlər və danışanlar da öz aralarında bu strukturla danışsınlar ki, sablar bir-birini çox rahat anlasınlar və münaqişə olmasın, aqressiya olmasın. Bu ən pis hal odur bugünkü mən gördüyüm. Yəni cəmiyyət içində hamı bir-birinə belə səhərdən bəzi bir nifrət olur, aqressiyası olur. Xarici vətəndaşı görürlər, xarici vətəndaş əslində göydən düşüb, belə necə deyim, ən yaxşısı budur, ən pis hər şey bizimlə bağlı, öz xalqımızla bağlıyırlar. Amma əslində mən deyərəm ki, biz ən ali xalqıq, bizim ən ali dəyərlərimiz var. Və bizim dəyərlərimizi biz xarici gedəndə, ən belə təhsil adamlarının ələ oturub danışanda da görürük ki, bizim ən yüksək dəyərlərimizi onlar istifadə edirlər bugünkü gün. Amma biz onu itirmişik bəzən. Özümüz unuduruq ki, bizim öz dəyərlərimiz var və öz dəyərlərimizə dırnaq arası baxırıq. Yəni, bunlar hamısı məktəbdən gəlir. Yəni, məktəb bu işin üstünə düşməlidir, bu işi görməlidir. Bunu valideynin üzərinə atmalı deyil. Çünki valideyn bunu bilməyə bilər. Uşaq ümumiyyətlə, bəlkə başqa ümumiyyətlə valideynsiz böyüdür. Bəlkə uşaq da böyüdür. Yəni, bunun üçün məktəb olmalıdır. Və məktəb bu işi görməlidir. Yəni, biz üzərimizə düşəni çalışırıq, eləyirik və bundan sonra da eləyəcəyik.
Amma başqa məktəblər də məncə bunun üstünə düşməlidir tam təcili şəkildə. Ben sənə bir şey dəqiqləşdirmək istəyirdim. Yəni məsələn Sovet dövründə təhsil daha çox geniş formatda idi. Yəni hər kəs hər şeyi bilməlidir. Biznesə gedən də fizikanı, kimyanı, biologiyanı oxumalı idi və Sovet sisteminin təhsili daha çox geniş konsepsiyanı əhatə edirdi. Amma kapitalist və ya Avropa, Amerika sistemi daha çox fokusludur. Yəni müəyyən bir sahə üzrə ixtisaslaşmaq və s. Məsələn İngiltərə daha çox fokuslu işləyir. Çünki 3-4 fən keçir aşağı sinifdən axırıncı sinifə kimi. Yəni belə çox 10-15 fən keçmir. Yəni bizim məktəb sistemində misal və ya Rusiya məktəb sistemində 15-16 fən var. Yəni 15-16 fəni oxumaq da var. Amerika 5-6 kimidir. Yəni bir də Sovet dövründə gecə təhsilləri var idi, axşam təhsili var idi. Böyüklər üçün təhsil almağa yetişmək. Yəni sizin öncə vurğuladığınızda məsələn hər kəsin fikri daha bir-birinə yaxın idi, bir-birini daha yaxşı anlaya bilirdilər. Çünki hər kəs bir təhsil alırdı. Yəni böyük insanlar da təhsil alırdı o zaman. Mən bilmirəm amma o eşitdiklərimi deyirəm. O zaman Onu ideologiya. Amma indiki əsas məsələ odur ki, biz indi həm keçmişdən qalıb, yəni 16-15 fən keçirik orta məktəbdə, həm də biz fokuslanmalıyıq. Yəni biznesi daha yaxşı bilməliyik, mühəndisliyi daha yaxşı bilməliyik. Bəzən valideynlər qarışdırır ki, yəni tələbə həqiqətən hər şeyi bilsin. Çünki məsələn tələbə biznesə gedir, gətirir ona daha çox fizika öyrədirlər. Ondan sonra filan şeydə öyrən, kursa gedir, rəsmə gedir, idmana gedir, üzgüçülüyə gedir. Yəni nə varsa, imkan varsa uşağı maksimum öyrədirlər. Yəni bu mu doğrudur, yoxsa daha disiplinli, planlı, strategiya üzərində işlənmiş, müəyyən qədər musiqi bilməlidir, amma musiqini sevməyən musiqini nə qədər bilə bilər məsələsi var. Məsələn, rəsm çəkmək üçün əvvəl piano var idi. Hər kəs piano çala bilməlidir. Yəni bir o İtaliya sistemindən gələn bir klassik şey məsələsi var. Daha da bu gün artıq çox belə trend bir şey deyil. Yəni çox zəngin ailələr belə ona fokuslanmır artıq. Yəni sizin təcrübənizə görə siz nə fikirləşirsiniz ki, tələbənin ümumiyyətlə yəni dərsi və dərsdən əlavəsi nə olmalıdır ki, bugünkü dövrdə həm gələcəkdən geri qalmayaq, həm də keçmiş o müəyyən bilik səviyyəmizi, hər kəslə eyniləşməyi necə nəzərə alaq ki, düz və doğru gələcək üçün daha yaxşı olsun. Çox son icməli sualınıza görə çox gözəl sual əslində. Çünki doğrudan da valideynlər tərəfindən bu sual verilir mənə. Deyirlər ki, bizim dövrümüzdə təhsil belə idi. Yəni biz tam geniş, hər şeydən məlumatlıydıq, hər şey haqqında danışırdıq. Yəni bu cür mövzular. Amma bir dənə şey toxunmaq istəyirəm ki, yəni birinci biz akademik tərəfdən danışırıq da, Sovet təhsili doğru olsaydı, onu Sovet kapitalistləri uduzmazdı. Yəni mən deyəm ki, təhsil də uduzdu, yaradıcılığı da uduzdu. Yəni Sovet təhsili mən deyəndə, ya və indiki Rusiya təhsili deyəndə deyəm ki, yəni baxın, yəni onların yaratdığı həmin o Jiguli avtomobilidir. O Jiguli avtomobili yəni o yana keçməyib. Yəni əgər 74-cü ildə deyək ki, Amerikanlar və ya Almanlar nə qədər irəli getdilərsə texnologiyalarda, amma yəni Sovet dövründə harda qaldısa orada da qaldı. Çünki insan əslində çox şey öyrənəndə o bir şeyə fokus ola bilmir. Ya da onları kopyaladı daha çox. Bəli, o fokus ola bilmir. Tam götürək ki, çox insanlar hansısa ki, Sovet təhsilində aldılar. Biz gördük ki, 3 il bir sahədə işlədilər, 3 il öbür sahədə işlədilər, 5 il öbür sahədə, 3 il öbür sahədə işlədilər və axırda pensiya yaşına çatanda hamısını yarımçıq qaldılar. Heç bir sahədə professional olmadılar. Çünki düşündülər ki, mən 3 il bu sahədə işləyəm, mən daima biləm, gələm özümü başqa sahədə edeyim. Bu insanın hamısını fokusdan yayınlandırır. Amma Amerikanlı və Almanı və Avropalı başqası və İngilisini götürək ki, onlar bir sahəyə fokuslandılar və o sahədə professional oldular. Düz olaraq siz tarixdən sual verə bilərsiniz, əgər bu mexanikdirsə, onu tarixdən bilməyə bilər və siyasətdən sonra onu bilməyəcək. Mən neyimə lazım? Mənə evimə çörək getirmir. Mən balalarımı çörək getir, mən neyini, mən onu öyrənirəm. Siyasətçi var, geçsin siyasəti ilə məşğul olsun. Və getirək ki, tarixçidir, geçsin tarixi ilə məşğul. Bu mənim işim deyil. Və götürək ki, reallıq danışaq da. Bugünkü mən hətta uşaqlarımın yanında tarix haqqında danışanda özüm ehtiyatla danışıram. Niyə? Çünki mən danışanda tarix haqqında uşağım bu telefonu götürəndə belə-belə yaxtarır burada. Və bəzən mən hansı bir xırda bir səhv buraxıram, utanıram artıq dediyimə görə. Ehtiyat edirəm bir sözü deməyə. Mən nəsə deyərəm, səhv taparlar və coğrafiya haqqında. Əgər bu data burada varsa, bu da bizim süni yaddaşımızdır da yeri gəlsin. Mən bunu öz yaddaşıma salam, burada var da bu yaddaşda. Həmin o datanı mənə verir. Biz bugünkü uşaqlara daha çox analitik düşüncə öyrətməliyik. Yəni müasir təhsil onu göstərir. Yəni analitik düşüncə. Məlumatı götürürsən, o məlumata sual gəlir, o sualdan özün araşdırma aparmalısan, tapmalısan
və onun izahını verməlisən, açılışını verməlisən strukturuna. Bu uşağı inkişaf etdirir. Bu onu ilk gündən öyrədir ki, bu araşdırmaçı olsun, axtarışda olsun və axtarıb tapsın. Bu insanlar əlbəttə ki, inkişaf edir. O ki, qaldı Sovet dönəmində indikinin başqa bir təsirin başqa bir prosesi təlim-tərbiyə tərəfinə gedək. Yəni, akademik tərəfini izah edim, yəqin ki. Təlim-tərbiyədə orada filosofiya var idi. Yəni, hər bir ideologiya var, filosofiya var. Hər bir məktəbin öz filosofiyası olmalıdır. Filosofiya nədən ibarətdir? Tam struktur, təlim-tərbiyə strukturu, hansı, nəyə qarşı həyatda insanın sevgisi olmalıdır, hansı dəyərlərə hörmət olmalıdır. Bütün bu dəyərlər qorulmalıdır məktəbin içində və bunun təbliğatı getməlidir. Müəllim, ilk öncə bu müəllim heyətinə təbliğ olunmalıdır. Müəllim heyəti sevgi ilə böyüməlidir, artmalıdır, inkişaf etməlidir, həmin ideologiya ilə inkişaf etməlidir və həm necə ki, öz ailənin içində, ailəndə necə öz həyat yoldaşı, uşaqları təlim-tərbiyə edirsənsə, məktəb də sənin bir ailəndir. Oradakı müəllimlər də sənin yoldaşlarındır. O həyat yoldaşı deyə bilərik onlara biz. Çünki biz onlarla yəni, az vaxt keçirmirik. Ən azından gün ərzində 8-9 saatımızı hər gün öz əməkçilərimizlə bir yerdə keçirik. Və onlara da biz əlbəttə ki, öz ideologiyamızı yedirməliyik. Yedirmək pis bəlkə də çıxır, amma yəni təbliğ etməliyik. Əgər bu düzgündürsə, əlbəttə ki, amma bu sistemli olmalıdır hər yerdəki kimi. Sovetlərdə bu necə idi? Mənim o dönəmdə xoşuma gələn nə idi? Lap aşağı siniflərdə 1-ci sinifdə 4-cü sinifə qədər belə bir statuslar var idi, verirdilər. Tam aktyobrionluq adlı bir şey vardı. Yəni bu ən yaxşı oxuyanlara birinci həmin ulduzu verirdilər ki, bu ən yaxşı oxuyan uşaqlar sinifdə, bayaq dediyim əlaçılara. Pionerlər. Bəli, sonra 4-cü sinifdə sonra pionerlər gəldi. Məktəbdə ən birinci qalsuq kimi taxacaq. Bütün məktəb bilir ki, bu məktəbdə ən yaxşı oxuyan uşaqlardır. Sonra 9-dan sonra komsomollar gəlirdi. Hamı bilir ki, məktəbdə ən birinci komsomol kim aldı? Bunlar ulduzlardır. Və məktəb özü o ən yaxşı oxuyan uşaqları məktəbin içində ulduza çevirirdi. Və əlbəttə ki, uşaq da başa düşürdü ki, ulduz olmaq üçün cibində bıçaq gezdirmək lazım deyil. Ulduz olmaq üçün siqaret çəkmək lazım deyil. Ulduz olmaq üçün obursunu əzmək lazım deyil, döymək lazım deyil. Ulduz olmaq üçün narkotik istifadə etmək lazım deyil və başqasını döymək lazım deyil. Ulduz olmaq üçün yaxşı təhsil almaq lazımdır, təlim-tərbiyəli olmaq lazımdır, etik qaydalara riayət etmək lazımdır, müəllimlərə qarşı hörmətlə olmaq lazımdır, o biri uşaqlara qarşı sevgi ilə olmaq lazımdır. Əgər bir uşaq pis yoldadırsa, o biri sinif yoldaşları ona dəstək verməlidirlər, ona kömək etməlidirlər. Bəzən olur ki, biz özümüz onu görürük ki, biz özümüz təhsil edə bilmirik hansı uşağa və müəllimlərimiz təhsil edə bilmirik həmin uşağa. Bizim məktəbimizin içində uşaqlar var ki, nümunəvi uşaqlar var. Mən gəlib həmin uşaqlarla danışıram, xahiş edirəm ki, gözəl uşaq gəlib sizdən qat-qat yaşda kiçikdir. O bizi dinləməsə, amma sizi dinləyə bilər. Gəlin o uşaqla danışın, bəlkə sizi təcrübə. Və bu doğrudan çox yaxşı təsir göstərir. Və həmin o uşaqlarla danışanda uşaqların effekti çox yaxşı verir. Və biz istədiyimiz o ideologiyanı uşaqlardan ala bilirik, təlim-tərbiyəni ala bilirik. Və bununla da biz istədiyimiz nəticəni əldə edirik və içəridə də istədiyimiz o mühiti qururuq. Yəni, biz başa düşməliyik ki, həmən o əlaçı uşaqlar, onlar bəhər verən uşaqlardır. Yəni, bir bağban kimi deyim istəyirəm, getək ki, mən həyətimdə ağac dəkməyi çox sevirəm. Elə ağaclar var ki, onlar bəhər vermir, onlar hara əksəs çıxır. Problem deyil. Amma şam ağacları var. Dünyanın hansı ölkəsində əkirsəsin çıxır. Amma meyvə ağacı hər yerdə çıxmır. Limon ağacı üçün onun öz mühiti olmalıdır. O mühiti yaratmasına odur. Çünki o bəhər verir. Özü ən çox bəhər verəndir. İldə 2 dəfə bəhər verir. Və o insan da hansı ki çoxlu bəhər verir, onun üçün qəşəng mühit yaratmalısınız. Həmin o mühitə o düşəndə o başlayacaq sizə bəhər verməyə. Amma siz onu gedib qoysanız qışa, Sibirdə ağac quruyacaq. Bizdə təəssüflər olsun ki, bugünkü məktəblərdə həmin proses gedir. Həmin o, getək ki, limon kimi bir ağacı gedib qoyulur Sibirə. O yazıq ağac da quruyur. Və bu baxımdan deyək ki, birinci dərəcədə valideynlərdən xahişim odur ki, uşaqlar üçün məktəbi seçəndə baxsınlar ki, həmin məktəbdə maraqlanmasın, təhsil necədir falan. Birinci geçsinlər, özləri hərdən məktəbdə oxusunlar, siniflərdə otursunlar. Valideynin məktəbə nəzarət etməsi yaxşı haldır. Əgər məktəb deyirsə olmaz, oturma, deməli nədənsə ehtiyat edir. Biz ondan ehtiyat eləmirik. Biz deyə bilərik, rahat gəlin oturun. Bizə yaxşıdır, əslində valideynin gəlib məktəbdə oturması bizə də köməkdir, dəstəkdir. Niyə ki, gəlib oturmasın? Mənim gizlədəsi bir işim yoxdur. Və ya bir işim də yoxdur. Amma əgər valideynə deyirsə, yox, xüsusi e-mail yaz ginən, sonra gəl otur ginən,
Ya icazə yoxdur qəbul etmədi. Mən nəsə var ki, bax ki icazə vermirsizlər. O gəlsin otursun da, valideynlərdə də. Hər bir valideyn bir sinifdə olsa gör nə qədər xeyir olar. Valideynlər burada iştirak etməlidir bu işdə. Əgər biz birgə bu məktəbləri düzəltmək istəyiriksə hamımız. Çünki ancaq bir əldən iş keçməz. Biz hamımız bir yerdə çalışmalıyıq ki, bu işin öhdəsindən gəlik. Əlbəttə ki, bir nömrə məsləhətimiz odur ki, biz indi burada bir dənə danışmaqla tez qərar verib neysə spontan həll etmək düzgün deyil. Planlı şəkildə konsultasiya yazıla bilərlər. Şükür Allah indi belə şeylər var bizdə. Qabaqlar belə mədəniyyət olmayıb, amma indi bu mövcuddur artıq. Yazılı şəkildə planlama qurulur, uşaq yoxlanılır. Mütləq deyil ki, yəni gəlib bizim təhsil müəssisəsində məşğul olsunlar, oxusunlar. Xeyr, bizdə elə məcburiyyət yoxdur. Biz hər bir valideynə öz tövhəmizi, təcrübəmizi bölüşməyə hazırıq və onlar seçim olan qarşısında sonra özləri hansısa seçə bilərlər. Bəziləri fikirləşirlər ki, biz bunu danışanda reklam xətrinə edirik. Xeyr, burada reklam xətrinə deyil. Hər bir vətəndaş, əlbəttə ki, sərbəst seçimində bizim borcumuz bugünkü gün öz təcrübəmizi bölüşmək, yol xəritəsi qurmaq, yazılı və həmin o yol xəritəsi ilə də irəli getmək. Bir də bəzən deyirlər ki, məktəblərdə psixoloq, bir dənə xahişim odur ki, uşaqları ümumiyyətlə psixoloq yanına aparmasınlar. Böyük insanlar gedə bilərlər, problem deyil. Amma uşaqlar üçün psixoloq ən yaxşı məktəbin özüdür. Məktəbin müəllimi özü bir psixoloqdur. Çünki bir müəllim əgər 20 il məktəbdə işləyirsə, düşünün ki, səhər saat 9-dan axşam saat 5-ə qədər ancaq uşaqlarla işləyir. Görün, nə qədər uşaq görür bu, nə qədər uşaq fərqli psixologiyyalı uşaqlar görür. O arada uşağın anatomiyasına baxanda bir kimi xarakteristikası nədir? Amma psixoloq o qədər uşaqla işləmir axı. Yəni psixoloq daha çox kimsə boşanır. Psixoloqlarımızın xətrinə deyməsin sözlərim. Amma kimsə boşanır və başqa bir problemləri var, gəlirlər psixoloq yanına. Və sonra gətirək ki, uşaq da gəlsin bunun yanına. Və deyək ki, uşaq psixoloqdur, amma özü uşaqlarla o da az işləyib ki. Hansısa bir müəllim düzdür, bir 20 il işləyibsə, o psixoloq ola bilər. Uşaq psixoloq ola bilər. Amma sadəcə yəni özünü elan edib bir 3 aylıq kurs keçib demək ki, mən psixoloqam. Və bugünkü gün uşağa 2 dənə kəlmə deyə bilər, uşaq həmişə o kəlmə ilə yaşaya bilər. Mən heç vaxt yadımdan çıxmaz, birinci dəfə tiş çıxartmağım bizim bir erməni qonşumuzdan idi. Nə var, mənə dedi ki, yox, çox ağrıdacaq, plomb qoyma gidin, get çıxartdır gidin. Mən də getdim, çıxartdırdım, amma sonra baxdım, o düşmə çox hayfım gəldi. Mən də əlavə eləmək istəyirəm ki, əslində psixologiya ayrı bir elmdir, amma bəzi psixoloqlar var ki, onların öz uşaqlarında da problem var. Yəni əsl psixoloq çox azdır. Təəssüf ki, onu yetişdirmək də zaman məsələsidir. Amma uşaqların daha çox ya yalnız qalmasından, ya da ki, valideynlərin diqqətsizliyindən və s. uşaqlarda bir psixoloji depressiv durumlar olur. Valideynlərə ən böyük məsləhətim odur ki, evladlarımızı aktiv saxlayaq. Evladlarımız nə qədər aktiv qaldıqca, real həyatın işləri ilə məşğul olduqca, idman olsun, dərs olsun, praktiki işləri olsun, master klasslar olsun. Bunlar nə qədər olduqca onun psixoloji problemləri olmayacaq. Çünki daha çox vaxtını keçirəcək aktiv işləməyə. Çünki insan daha çox fiziki işlə məşğul olanda daha çox rahat olur, bədəni daha yaxşı işləyir, beyni daha yaxşı açıq olur. Yəni, nə qədər fiziki olmayan işlərlə məşğul olduqca problemlər daha çox olur. Yəni, valideynlər buna diqqət eləsə, ən böyük problem budur. Buna diqqət eləsə, çox-çox yaxşı olar. Ona görə çalışın, evladlarınızı həmişə aktiv saxlayın ki, onlar o dünyanın indiki yaratdığı sosial şəbəkələr olsun, digər problemlər olsun, onların yaratdığı problemlərin tələsinə və oyunlarına düşməsinlər. Sümbol bu Minecraft-la robotics oyunu var ha. Onun kimi uşaqlara pis təsirin iki oyun yoxdur. Mən bunun bugünkü uşaqlarla işləyəm, görürüm. Yəni konkret psixoloji problem yaradır uşaqlarda. Təbii ki, PUBG var, daha çox silah oynamaq olar. Yəni biz də oynamışıq uşaqlarda. Yəni Sony PlayStation-da oynayıb, futbolda oynamış olursa. Amma bunlar doğrudan o uşaqlar gəlirlər. Əməlli getdək ki, öyrənişləmək var. Yəni İngilis addiction deyirik də. Əməlli başlı və əl çəkə bilmirlər. Və sonra oradakı obrazları başlar kopya eləməyə. Və o real həyatda uyğun deyil. O obraz da heç yəni real həyatdan uyğun gəlmir. Çünki o obraz real həyatdan gətirilməyib. Futbol oyuncusu, futboldakı oyuncu real obrazdan götürüb düzəlib. Amma Minecraftdakı robot yoxsa real obrazlar deyil. Və onlar başa qeyri-real obraza çevrilməyə. O ən mənfi tərəfi odur. Bir də əziz izləyicilərimizdən nə istəyərdik ki, sizə hansı suallar maraqlandırırsa,
Əlbəttə ki, hamının vaxtı yoxdur, gəlsin konsultasiyaya yazılsın. Çünki ən azından 2 saat, 3 saat vaxt alacaq, bu başa düşürəm. Amma belə suallarınız varsa yaza bilərsiniz və növbəti podkastımızda biz bunu sizin üçün açılışını verə bilərik, danışa bilərik Ergün müəllimlə birgə və siz də dinləyə bilərsiniz. Çox sağ olun. Sağ olun, çox sağ olun, uğurlar hamıya.